Salam, hər vaxtınız xeyir olsun. Bugün 20 iyun sertifikasiya imtahanı düşmüş bir neçə suallara baxaq. Yəni bizə atılan suallardan əlimizə düşən sadəcə bir neçə sual var. Onların izahına birgə baxaq. Deməli, bu şəkildə deyil xətlər verilir. Oradakı xətlərin sayı yanlış da olmuş orada, amma sual düşən sual budur. Deməli, 1, 2, 3, 4, 5 dənə xətt verilir və eyni şəkildə bunları kəsən 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə xəttə buradan verilir və alına bilən düzəflərin sayı istənilir, yəni ki, bunlar perpendikulярdır. Bu zaman biz bilirik ki, kombinezon 8 dənədən ikisini seçmək lazımdır. Buradakı xəttlərin sayısı 8 mi oldu? Və 8 dənədən ikisini seçirəm və eyni şəkildə buradakılardan da artıq 5 dənədən hər hansı ikisini seçmək lazımdır ki, mən bir düzlüğü yarada bilim və bunların hansısı götürülür. 5-dən 2 vur, 8-dən 2, 8 vur 7 bölü 2, vurulsun 5 vur 4, bölünsün 2 elədi. Bu da bizə 28 vur 10, yəni 280. Yəni deyim, bizə gələn suala biz baxıb müzakirə edirik sadəcə. Hər sual kənarlardan tapacağım deyə bir də söndürüb sual tapıb. Yəni, bu da bir sadə sualdır. Loqaritm əsasına 3-ü m olaraq verir bizə. Loqaritm əsasına 9-u soruşur. M ilə ifadə edin deyir. Deməli, biz bunu bilirik ki, 9-dakı 9-u loqaritma 2 əsasına 3-ün kvadratı şəklində yaza bilərik. 2 də qarşıya gəlir. Loqaritma 2 əsasına 3 edər. Bu da bizə 2 vurulsun m qiymətini vermiş oldu. Yəni 2m. Bunun cavabı nədir? 2m. Keçək növbəti sualımıza. Deyir ki, ədəd silsiləsində ilk 12 hərfin cəmini tapın deyir. İlk 12 hərfin cəmini tapın deyirsə, deməli, A1-in qiyməti 4-dür, D-nin qiyməti də 4-dür, 12 hərfin cəmi istənilir. S12 bizdən istənilir. Burada D-nin qiyməti 4-dür deyə 2A1 üstə gəlinsin, 11D bölünsün 2, vurulsun 12 yazılır. Gətirib qiyməti yerinə qoymağımız lazımdır. 2 vurulsun A1-in yerinə 4 qoyuram, 11 vur 4 bölünsün 2 vur 12 elədi. Yenə deyim, qiymətləri yanlış da vermiş ola bilər müəllimlər, xatırladıqları qədərilə bizə paylaşıblar. Yəni biz də ona uyğun sualları video çəkirik. Yəni 8 üstə gəl 44, elə də 52 bölünsün 2, 26 vur 12 eləmiş oldu. Sonra keçək növbəti sualımıza. Deməli, bu suala indi məlumat verildi ki, bizə bu romb sualında iti bucağı 60 dərəcə, iti bucağı 60 dərəcə olaraq verilibdir. Deməli, perimetr 48 olan perimetr 48 olan rombun kiçik diaqonalını bizdən soruşur. Amma iti bucağını da 60 dərəcə olaraq bizə veribdir. Deməli, mənimlə şəkli bu formada təsvir eləyək. Deməli, rombun iti bucağını da bizə veribdir 60 dərəcədir. Bu bucağımız 60 dərəcədir. Perimetr 48-i bunu 4-ə bölürəm. Hər tərəfimiz 12 düşür. Bu bucaqda 30 dərəcəsi 30-un qarşısına 6 düşər. Bu tərəfi də 6 kökdə 3 olur. Bizdən kiçik diaqonal istəyir şərtdə. Və mən bu şəkildə çəksəm, bu böyük diaqonal kimi olsa, digəri kiçik diaqonal olsa əgər, bu 90 dərəcə yazıramsa, artıq biz bilirik ki, rombda bütün tərəflər bərabərdir deyə məcburən bu tərəfimiz də 12-dir. Yəni, kiçik diaqonalımız 12-dir. Bəs böyük diaqonal soruşsa nə olur? Heç mən alt kökdə 3 tapmamın belə ehtiyac yoxdur əslində. Bunu belə tapmamın ehtiyac yoxdur. 60 dərəcə bizə hər şeyi deyir. Çünki bərabər tərəfli bucaq yaranır. Kiçik diaqonalımız 12. Əgər şərtdə böyük diaqonal istəsəydi, aradakı bucaq 120 dərəcə olduğuna görə 12, 12, 120 dərəcə olanda böyük diaqonal istəsəydi əgər bu 12 kökdə 3 olardı. Bizə növbəti sualımıza baxaq ki, varmı? Deməli, bu sinus kvadrat ifadəsinin qiymətini bizdən soruşur. Deməli, biz bilirik ki, burada mənfini qarşıya çıxarsam, 25 çıxılsın, kosinus kvadratı x üstə gəlinsin, sinus kvadratı x yazsam, bu da bizə 25 minus 1, yəni 24 cavabını vermiş olur. Baxın, görün, başqa sual arasında paylaşım. Növbəti sualımız belə bir sual verilmişdir. Deyir ki, düzgün altı bucaqlıdır. 3 dənə üçbucaq sahəsi rənglənmişdir və rəngli hissənin sahəsi 108 kökdə 3-dürsə, xarici çəkilmiş çevrən ölçüsü bizdən soruşulur. Yəni biz bilirik ki, altı bucaqlı yeganə düzgün çoxbucaqlardan biridir ki, 6 dənə bərabər üçbucaqdan, bərabər tərəfli üçbucaqdan ibarətdir. Bunların hər birinin sahəsi bir-birlərinin eynisidir. Yəni bərabər tərəfli üçbucaqdır. Və 3 dənə s-in qiyməti əgər 108 kökdə 3-dürsə, bu zaman 1 s-in qiyməti də 36
Kökdə 3 edər. Deməli, və biz bilirik ki, bərabər tərəf işimizin sahə üssü necədir? A-nın kvadratı kökdə 3 bölünsün 4-dür. Kökdə 3-lər buradan ixtisar gedir. A kvadratı bərabərdir 144. A da buradan bizə 12 vermiş olur. Biz bilirik ki, bərabər tərəf işimizin faizin çəkilən çevirən radyosu elə tərəfin özünə bərabərdir, yəni 12-yə bərabərdir. Əgər daxili çəkilmiş istəsəydi, A kökdə 3 bölünsün 2 olardı ki, bu da 12 kökdə 3 bölünsün 2, yəni 6 kökdə 3 olardı. Amma bizdən istənilən sualın cavabı eləmiş oldu 12. Növbəti sual varsa tapın. Tapdığımız son sualı da qeyd edeyim. Deməli, tərəflər 6, 8, 11 üçbucaq var. Yəni, tənbölən çəkilib, AF tənböləni çəkilib. AF-in AC-yə, daha doğrusu BF tənböləni çəkilib. AF-in AC-yə nisbəti istənilir. Biz bilək ki, tərəflərin mütənasib şəkildə bölünməsini istifadə edə bilərik. 6-nı 2-yə bölsəm 3K, 8-i 2-yə bölsəm bu tərəfə 4K qeyd edə bilərəm. Deməli, AF-in AC-yə olan nisbəti artıq 3K-nın 7K-ya olan nisbəti, yəni 3-ün 7 olan nisbəti olur. İndi suallar tam şəkildə əgər paylaşılsa, sualları da biz bütöv şəkildə video izah çəkərik, amma hələ ki əlimizdə olan suallar sadəcə bunlardır. İnşallah ki, hər kəsə uğurlar arzulayıram. Keçən müəllimlər də işlərlə müvəffəqiyyətlər arzulayıram. Kəsilən müəllimlər qətiyyən üzülməyin, heç də sizlərdən daha dəyərli deyil müəllimlər. Elə indi zəminə başqa bir sual atıldı. Bir daha zəhmət olmasa onu da izah edeyim. Son sual onu da izah edeyim. Deməli, x kvadratı çıxılsın 4x minus 1 bərabərdir 0 şəklində bir tənlik verilibdir. x1 bölünsün x2 üstə gəlinsin. x2 bölünsün x1 soruşulur. Deməli, təbii ki, bu soruşulan ifadəni ortaq məxrəz gətirək. Ortaq məxrəz gətirəndə x1 və x2, yuxarıda isə x1-in kvadratı üstə gəl x2-nin kvadratı yaranır. Bunu da tam kvadrat tamamını göstərsən, x1 üstə gəl x2-nin kvadratı çıxılsın 2x1, x2, məxrəzdə isə x1, x2 qalır. Gətir bu uyğun qiymətləri yenə qoysaq, köklərinin cəmi, yuxarıdakı tənlikdə də bəllidir ki, köklərinin cəmi 1 əsasən 4 deyir. Köklərinin hasili isə mənfi 1 olur. 4-ün kvadratı üstə gəl 2 vur mənfi 1, bölünsün mənfi 1. 16 çıx 2, o da elədir mənfi 1. 14 bölünsün mənfi 1 oldu mənfi 14. Yəni, hər iki əlimizdə olan suallar bu qədər. İnşallah ki, görüşək. Allaha əmanət olun. Hər kəsə uğurlar arzulayıram bir daha.